Deməli, 50 qram kalsium karbonat maddəsi verilibdir. Parçalanan zaman 8,96 litr karbon qazı ayrılmışdır. Məhsulun praktiki çıxımını hesablamaq tələb olunur. Reaksiyanın tənliyini tərtib eləməliyik. Kalsium karbonat qızdırıldıqda parçalanır kalsium oksidinə və karbon qazına. Deməli, emeri 100-dür. 100 qram parçalandıqda kalsium karbonat 22,4 litr karbon qazı alınırsa, 50 qram parçalandıqda 11,2 litr karbon qazı alınmalıdır. Bu, deməli, nəzəri cəhətdən çıxımdır. Əgər praktiki çıxım 100% olmuş olsaydı, 11,2 litr alınmalıydı. Lakin 8,96 litr alınıbdır. Məhsulun çıxımını hesablamaq üçün praktiki çıxımı 8,96-nı bölürük nəzəri çıxıma və vururuq 100%-ə. Buradan da cavabı alırıq ki, məhsulun praktiki çıxımı 80% olubdur. Doğru cavab D bəndidir.